Körpədə nələr qətiyyən olmamalıdır və ya körpənin sağlam olmayan vəziyyətinin hansı simptomları var? Birinci, bu qızdırmadır. Yəni temperaturun 38 dərəcədən yuxarı olmasıdır. Amma eyni zamanda bədənin aşağı temperaturu 36-dan, xüsusilə 35-dən aşağı olması da xəstəliyin əlaməti ola bilər. İkinci, nəfəs almaqda çətinlik və ya normadan artıq tez-tez nəfəs almaq. Üçüncü, süstlük, uşağı oyatmaq mümkün olmaması. Dördüncü, yeməkdən imtina, süst əmizdirmə və bu halın uzun müddət davam etməsi. Beşinci, qusma. Qusmanı ağızdan gələn adi süd qaytarması ilə qarışdırmayın. Qusma adətən fəvvarə kimi və böyük həcmdə olur, amma süd qaytarması adətən az miqdarda 2 xörək qaşığından çox olmur. Altıncı, dərinin lənginin dəyişməsi. Solğun, boz ləngli dəri fizioloji yaşdan kənar sarılıq. Yeddinci, barmaq ucları və dodaqların gəyərməsi, bozarması. 8-ci, 3-4 saatdan çox fasiləsiz təsəlli olunmayan ağlama. Və 9-cu, istənilən yerdən qanaxma. Bütün bunlar dərhal həkimə müraciət etməyi tələb edir.